Deməli belə. Sualın birincisi deyir ki, xəritə sıxımda əsasən illik temperatur amplitudasının az, bir də yoldaşlar çox olduğu əraziləri müəyyən. İllik temperatur amplitudasının ən az olduğu yerlər əlbəttə ki, ekvatorial enliklərdir. Çünki bilirsiniz ki, orada il boyu hava istidir, temperatur tərəddüdü azdır. Ən çox olduğu yerlər isə mülayim enliklərin kəskin kontinental bölgələridir. Doğru cavabımız ardıcıllıqla 2, 4, 5 və 1, 3, 6'dır. 2, 4, 5, 1, 3, 6 variantımız C variantı. Tapşırıq. İkisi də kəskin kontinentaldır. İkisi də kəskin kontinental. Çünki ikisi də Ural dağlarından şərqdədir. Aydın oldu yoldaşlar. Sonra 2. Uyğunluğu müəyyən edin deyir. İl boyu yüksək atmosfer təzyiqi müşahidə olunur. Əlbəttə ki, bu tropik və qütb ətrafı enliklərdir. Haradır? Tropik və qütblər. Qışda yüksək atmosfer təzyiqi müşahidə olunur. Qışda tropikin və arktik hava kütlələrinin gəldiyi yerlər. Bura haradır? Gəlin birincini yadımıza salaq. Yüksək atmosfer təzyiqi tropik və qütblərin getdiyi yerdədirsə, qışda tropik gedir. Hara? Bir sub-ekvatoriala, sub-arktik hara gedir yoldaşlar? Sub-arktikə. Yayda yüksək təzyiq qeydə alınır. Tropik və arktik müvafiq olaraq yayda təsir edə bilir. Yayda subtropik iqlim qurşağına. Hara yoldaşlar? Subtropikə. İndi gəlin bir yerdə baxaq. Ərəbistan yarımadası təbii ki, biz qeyd edəcəyik ki, il boyu necə təzyiqdir orada? Yüksək, çünki tropik səhradır. Hindçin yarımadası bildiyimiz kimi yoldaşlar subekvatorial iqlim qurşağıdır. Orada müvafiq olaraq qışda yüksək təzyiqdir. Nə vaxt yüksək təzyiqdir? Qışda. Deməli 2-yə nə yazdıq? 2-yə yazdıq 2. Yucatan yarımadası bilirsiniz ki, Yucatan yarımadasının özü yerləşir tropik iqlim qurşağında. Ona görə də il boyu burada necə təzyiqdir? Yüksək təzyiqdir. Olacaq 1-ə. Sonra Somali yarımadası subekvatorialdadır. Burada yüksək təzyiq nə vaxtı? Qışda. Və son olaraq Kiçik Asiya yarımadası subtropikdir. Burada yüksək təzyiq nə vaxtı? Yayda. Doğru cavabımız yoldaşlar 1, 3, 2, 4, 5. Variantımız A variantı. Maraqlı sualdır. Musson küləklərinin təsirinə məruz qalan ölkələr. Uşaqlar, musson küləkləri şərqi, cənub-şərqi və cənubi Asiya ölkələri üçün səciyyəvidir. Doğru cavab verilənlərdən Çin, Tayland, Vyetnam C variantıdır. Aydın oldu? Sonra növbəti test tapşırığına keçid edirik. Sual belədir. Sualda bizə deyir ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. Doğru sıraları müəyyən edin deyir. Gəlin baxaq. 4-cü test tapşırığı. Bizə verilib dağlar, Atlas dağları, Hindçin yarımadası, Ant dağları, Mississippi ovalığı, Cape York yarımadası, La Plata ovalığı. 1 və 3 Atlas və Ant dağları. Bir hissəsi soyuq okean cərəyanının təsiridir. Yoldaşlar birinə Peru, birinə nə? Kanar. Bir işıqlanma qurşağında yerləşirlər. Yoldaşlar burada ifadə bildiyiniz kimi fərqli cəhətdir. Çünki niyə? Ant dağları tropik və mülayimlərdədir. Amma Atlas dağları bütövlükdə mülayim işıqlanma qurşağındadır. Ona görə də oxşar və fərqli cəhət kimi götürə bilirik biri. Birinci sıra doğrudur. Yoldaş ikinci sıraya baxırıq. 2 və 6 Hindçin yarımadası və La Plata ovalığı. Hindçin yarımadası və La Plata ovalığı yazır ki, rütubətli dövr iyun-avqust aylarıdır. Sizlər bilirsiniz ki, Hindçin yarımadasında rütubətli dövr iyun-avqust aylarıdır. O doğrudur. Amma La Plata ovalığında bərabər yağıntılı subtropikdir. Onlarda bütün il boyu yağıntılar bərabərdir. Bu ifadə oxşar ola bilməz. Ona görə də ikinci ifadə nədir? Səhvdir. Keçid iqlim qurşağı söhbəti düzdür. Hindçin yarımadası subtropik, La Plata subtropik. Bu oxşar cəhətdir. Fərqli cəhət deyil. Sonra 3-ə baxırıq. 4 və 6 Mississippi ovalığı və La Plata ovalığı yazır ki, Mississippi və La Plata hər ikisi subtropikdədir. Tropik hava kütləsinə təsirinə məruz qalırlar, bəli. Qalırlar. Biri məruz qalır Mississippi iyun-avqustda, biri məruz qalır La Plata dekabr, yanvar, fevralda. Sahillərində tropik siklonlar baş verir. Yoldaşlar, tropik siklonlar Mississippi'də olur, amma La Plata'da olmur. Bu isə necə cəhətdir? Fərqli cəhətdir. Deməli, 3-cü sıra doğrudur. 1, 3. 4-ə baxırıq. 2 və 5. Hindçin yarımadası və Cape York yarımadası. Biri şimal subekvatorial, biri cənub subekvatorialdır. Yayda qalxan hava kütləsi, bəli, hər ikisinin yayında ekvatorial gəlir deyə qalxan hava olur. Birinə yay nə vaxt? İyun-avqust, birində dekabr, yanvar, fevral. Bu oxşar cəhətdir. Dünyanın ən mühüm əkinçilik rayonlarıdır. Yoldaşlar, bildiyiniz kimi Hindçin yarımadası əkinçilik rayonu olsa da, Cape York yarımadası əkinçilik rayonu deyil. Orada daha çox bilirsiniz ki, alüminium filizinin hasilatı, boksit hasilatı həyata keçirilir. Cavabımız 1, 3, 4. Variantımız nə variantı oldu yoldaşlar? Y variantı. 5-ə baxırıq. 1 və 5 yazıb Atlas dağları və Cape York yarımadası. Passat küləklərinin təsiri altındadılar. Yoldaşlar, bildiyimiz kimi burada Passat küləklərinin təsiri düzdür. Dünyanın ən dumanlı yerlərindən biridir. Dumanlı yer söhbəti hər ikisinə aiddir. Çünki cərəyanlar mövcuddur bu ərazilərdə. Ona görə də doğru cavabımız nə oldu? Y variantı. Bəli. 5-ə baxırıq. Cədvələ əsasən düzgün olmayan sıraları müəyyən edin. Gəlin baxaq. Deməli, Ərəbistan yarımadasında toz burulğanı doğrudur. Çünki səhralar var. Böyük Nəvdur, Kiçik Nəvdur, Bəlxali səhraları.
Mekong ovalığı, orada tornado yok. Tornado bildiğimiz kimi Şimali Amerikada Mississippi ovalığı ətrafıdır. Deməli, 2 yanlışdır. Böyükçün düzənliyi musson külələri, bu ifadə doğrudur. Turan ovalığı musson küləyi yanlışdır. Turan ovalığı materikin mərkəz hissəsindədir. Küləklər bura çata bilmir. 2-4. Mississippi ovalığı tornado, bu ifadə doğrudur. Amma Qərbi Sibirdə toz burulğanları səhvdir. Qərbi Sibir bataqlıqlaşmış ərazilər. Dünyanın ən böyük Vasyugan bataqlıqlarından biri. 2-4-6. Cavab D variantı 5-ci sualda. 6-cı suala baxırıq. Əsas iqlim qurşağında yerləşən ada dövlətlərini müəyyən edin deyir. Yoldaşlar, İrlandiya mülayimin dəniz tipi əsas iqlim qurşağıdır. Kuba rütubətli tropik əsas iqlim qurşağı. Yamayka rütubətli tropik əsas iqlim qurşağıdır. Elə cavabımız da variant oldu. A. İslandiya subarktik keçid qurşağıdır. Filippin subekvatorial və Brunei subekvatorialdadır, keçid qurşaqlardır. Yaponiya subtropik mülayimlərdədir. Britaniya doğrudur. Yamayka doğrudur. Yamayka orada bir dənə Yaponiya neyinədir? Korladı subtropikə görə. Kuba doğrudur. Papua Yeni Gvineya doğrudur. Madagaskarda işlər korlandı. Çünki orada tropik və nə var? Subekvatorial var. Yoldaşlar, Y'də də əlbəttə ki, Britaniya, Indoneziya doğrudur. Indoneziyanın bir hissəsi həm də cənubara düşür. Subekvatoriala, Filippində subekvatoriala düşür. Ona görə də yoldaşlar, cavabımız nədir? A variantı. Bunlar bütövlükdə əsas iqlim qurşağında yerləşirlər. 7-ci suala sadə şəkildə baxırıq. AB məntəqələri nöqtələri arasındakı temperatur fərqi 12 Selsidir. Yoldaşlar, siz bunu tez hündürlüyə çevirə bilərsiniz. Minə nə qədər dəyişirdi gözəl yoldaşlar? 6 Selsi. X metrə nə qədər dəyişirdi? 12 Selsi. Biz burada X-i həll eləyəndə 12-ni 1000-ə vurub 6-ya böləcəyik. Bu neçə elədi? 2000 metr. Düzdür yoldaşlar? Deməli, A ilə B arasında neçə min metr fərq var? 2000 metr. Bu zaman biz boşluqları sayırıq AB arasında. 1, 2, 3, 4 dənə boşluq var. 2000 bölünsün gözəl yoldaşlar 4. Nə qədər eləyir? 500 metr. Kəsim hissəsi nə qədər oldu? 500 metr. Dəniz 0 olduğu üçün A-nın hündürlüyü neçə olacaq? 500. Onun üzərindəki horizontal olacaq 1000. Ondan yuxarıdakı 1500. 1500-dən yuxarıdakı 2000. B-nin olduğu yer isə neçə olacaq? 2500 metr. İndi bizə nə deyir? Bizə deyir ki, B nöqtəsindəki atmosfer təzyiqini hesablayın. Dəniz səviyyəsinin normal təzyiqi hamımız bilirik 760 mm civə sütunudur və biz hündürə doğru qalxdıqca hava qatı seyrəldiyi üçün təzyiq neyindir? Azalır. B-nin dənizdən hündürlüyü nə qədər? 2500. Yazırıq. 10 metrə 1 mm civə sütunu. 2500 metrədə gözəl yoldaşlar nə olacaq? Əlbəttə ki, X. X-imiz burada bərabərdir 250 mm civə sütunu. İndi biz hündürə doğru qalxdığımız üçün təzyiq azalmalıdır. 760 çıxılsın 250. Cavab neçə elədi yoldaşlar? 510 mm civə sütunu. Variantımız Y variantı 7-ci sualda. 8-ci suala baxırıq. Gözəl yoldaşlar, cədvələ əsasən doğru olmayan sıraları bizdən soruşur. Aralıq dənizi bilirsiniz ki, Apenin yarımadası doğrudur, zeytunçuluq, tərəvətçilik doğrudur. Qəşəng sualdır bu. Ekvatorial Amazon ovalığı doğrudur, amma kartopçuluq, kətançılıq səhvdir. Bu mülayimlərin bitkisidir. 2. Tropik dəniz hava adaları doğrudur. Hava adaları bilirsiniz, turizmə görə fərqlənir. Burada hər şey qaydasındadır. 3-ü atdıq. Mülayim kontinental Orta Sibir yaylası. Bu artıq işləri korladı. Orta Sibir gedir, mülayimi yox, kəskin, nəyə? Kontinentala. Deməli, səhvdir. Sonra, subtropik musson. Yaponiyanın cənubu doğrudur. Çəltikçilik doğrudur. Burada hər şey qaydasındadır. Amma 6 tropik səhra Yucatan yarımadası olmaz. Yucatan yarımadası isti cərəyanların təsiri ilə dəniz tipidir. Rütubətli tropikdir yəni. Ona görə də cavabımız 2, 4, 6, variantımız A variantıdır 8-ci sualda. Tapşırıq aydındır? Bəli. Yucatanla oxşar olan bir dənə də ad var idi. Nə idi müəllim? Yucatanla Floridanın cənubu. Meksika körfəzi ətrafında. Yucatan nə idi? hansı? Yutlandiya. Hə, yarımada olaraq Yutlandiya yarımadası Danimarkaya məxsus. O mülayim dənizdir. Yucatan Meksikadır. Meksikaya aiddir. Meksika körfəzi sahilidir. Amma Florida müvafiq olaraq adına Yutlandiya müvafiq olaraq Danimarkaya məxsusdur, mülayim dənizdir. Bəli. 9. Buxarlanma və buxarlanma qabiliyyəti arasındakı fərqin az olduğu ərazilər müəyyəndir. Yoldaşlar, buxarlanma və buxarlanma qabiliyyəti fərq az olanda bu ərazi haqqında biz demişdik ki, bura rütubətli yerlər. Necə yerlərdir? Rütubətli. Biz rütubətli yerləri seçməliyik. Avtomatik olaraq Turan ovalığı məndə səhvdir. Mesopotamiya səhvdir. İran yaylası səhvdir. Düzdürmü? Cavab nə qaldı? Amazon, Kongo, Böyükson. 1, 4, 6 variantımız nə variantı? A variantı 9-cu sualda. 10-cu suala baxırıq. Dağın zirvəsində havanın temperaturu mənfi nə qədər deyir? 23 oldu. Bu nə sualdır? Ətəyində nə qədər deyir? 8,9 Selsius. Nisbi hündürlüyü müəyyən edin. Yoldaşlar, biz arada fərqi tapmalıyıq da. 8,9 çıx. Mənfi 23,5. Cavab neçə eləyir? 32 mi? 33 olar. Hə. 32 tam onda neçə? 4. Yoldaşlar. 23. 8,9 deyə bu üzr istəyirəm. 32 tam onda neçə? 4. İndi baxın. 1000 metrə nə qədər eləyir? 6 Selsi. 32 tam onda 4 Selsiyə nə qədər eləyəcək yoldaşlar? X. X bərabərdir. Əlbəttə ki 32400 bölünsün 6. Nə qədər elədi yoldaşlar? 5400. Doğru cavabımız oldu verilənlərdən onda D variantı. Bəli. Biraz absurd rəqəmdir.
11-ə baxırıq. Qışı quraq keçən mülayim isti iqlim. Yoldaşlar, qışı quraq keçən mülayim isti biz bilirik ki, Qanıq Əyriçay vadisi, Kiçik Qafqazın dağ ətəyi və qismən Orta Dağlığı və bir də Böyük Qafqazın cənub-şərq qurtaracaqlarında var idi. Bura uyğun gəlir. Qanıq Əyriçay 1, Kiçik Qafqazın belə deyim, Orta Dağlığı 3. Aydın oldu? 2 araz boyudur. Burada qışı mülayim keçən yarımsərə quru çöldür. Olmaz. 4 Naxçıvanın alçaq Orta Dağlıqlarıdır. Bura uyğun gəlir. Yayı quraq keçən soyuq. 6 isə gözəl yoldaşlar, biraz da belə deyək ki, qışı mülayim keçən yarımsərə quru çöllə müvafiq olaraq yayı quraq keçən mülayim istinin arasındadır. Aydın oldu? Cavabımız nə oldu yoldaşlar? 3 və 5. Variantımız nə variantı? 11-də C variantı. 12-yə baxırıq. Uşaqlar, 12-ci vəziyyət, yəni test tapşırığına fikir versəz, yer kürəsi sxemdəki vəziyyətə əsasən mülayim hava kütləsinin hakim olduğu ərazidə. Uşaqlar, sxemdəki vəziyyətə görəndə şimal qütb dairəsində qütb nə idi? Gündüzü. Cənub qütb dairəsində qütb nə idi yoldaşlar? Gecəsi. Bu tarixi əzbər bilirik də. Adı nə idi? 22 dekabr mı, iyun mu? 22 iyun, bala. Şimalda qütb gündüzü, cənubda qütb gecəsi. 22 iyun, şimalda yay, cənubda qışdır. 22 iyun tarixində bilirsiniz ki, yay olduqda mülayim hava kütlələri özündən şimala doğru hərəkət edir. Yəni subarktika. Cənubda isə gedir, cənubda isə gedir. Cənubda qış olduğu üçün. Hara? Cənub subtropika. Hara yoldaşlar? Deməli, şimalda getdi. Ekvatordan şimalda getdi subarktika. Ekvatordan cənublara getdi subtropika. Gəlin indi vəziyyətə baxaq. Subarktik ərazilər müvafiq olaraq biz burada seçəndə görəcəyik ki, uyğun gəlir verilənlərdən. Deməli, Hudzon körfəzi ətrafında var təbii ki 3 bildiyiniz kimi. Ondan sonra İslandiya adası subarktikdədir 4. Bir də yoldaşlar Verxoyansk hissəsi 6. Yəni Avrasiyanın şimal-şərqi 3 4 6 cavab A variantı. İndi deyəcəksiniz əsasınız mən niyə 1-i, 2-ni və 5-i götürmədiniz? Qrenlandiya, Severnaya Zemliya, yəni şimal torpağı və bir də Spitsbergen adaları Arktik qurşaqdadır. Orada il boyu Arktik hava kütlələri hakimdir. Başa düşdük tapşırığı. 13. 13-də siz iqlim diaqramlarına baxanda ərazi haqqında məlumat əldə edə bilirsiniz ki, birinci məntəqədə temperatur təxminən 3-5 Selsiyadan 15-18 Selsiya qədər qalxıb. Yağıntılar bütün aylarda demək olar ki, düşüb. Biz buna deyəcəyik, mülayimin nə tipi? Dəniz tipi. Mülayim dəniz. O birisində siz baxanda 2-də görəcəksiniz ki, temperatur təxminən 20-dən 8 Selsiya qədər düşüb. Yağıntılar bütün aylarda paylanıb. Bu olacaq subtropikin bərabər yağıntılı, il boyu yağıntılı tipi. Və 3-cü qrafik isə konkretdir. 15-dən 35-ə qədər qalxıb yağıntılar çox az. Tropikin nə tipi? Səhra tipləri. İndi gəlin xüsusiyyətlərə görə bir-bir bunu qeyd edək. Gözəl insanlar bizə deyir ki, il boyu yağıntılıdır. Cənub yarımkürəsi materiklərin şərq sahilidir. Cənub yarımkürəsi subtropikin il boyu bərabər yağıntılı tipidir. Birinciyə nə getdi yoldaşlar? Deməli, daha doğrusu ikinciyə nə getdi? 1. Materiklərin qərb sahillərində soyuq okean cənab təsiri yarar. Tropikdir yoldaşlar. 3-ə nə getdi? 2. Yayı mülayim, qışı yumşaq keçir. Yağıntılar il boyu bərabər. Bu da mülayim dənizdir. 1-ə 3. Birinciyə 3. İkinciyə 1. Üçüncüyə 2. Bunları tapdıq. Tələsmin, indi fikirlərə baxaq. Şəhərləri düzəndə London şəhərinə hamımız əzbər mülayim dənizdir. Mülayim dəniz. Yəni 3-ə nə gedəcək yoldaşlar? 3-ə A. Sonra Dublin, bəli, İrlandiya. Bu da D-də gedəcək. Düzdür. Sonra Məskət tropik səhradır. Tropik səhra uyğun gələcək 3-ə. Yəni 3-ə B. Sonra bərabər yağıntılı isə gözəl yoldaşlar olacaq. Əlbəttə ki C ilə Y. Sidney ilə Buenos Aires. Yəni C ilə Y. Cavab A, D, C, Y, B variant A bəndi. Bəli, tamamilə doğrudur. Qəşəng sualdır. Növbəti sual 13. Daha doğrusu 14. Sual belədir yoldaşlar. Görək bizdən nə istəyir? 14-cü tapşırığa baxırıq. Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Uşaqlar, A'dan B'yə gəlin yadımıza salaq. Qanıq Əyriçaydan Böyük Qafqaza qalxanda hansıları var idi? AB istiqamətində biz bilirdik ki, var idi. Qışı, quraq keçən, mülayim nə? İsti. Sonra yağıntıları bərabər paylanan mülayim nə? İsti. Sonra il boyu bol yağıntılı, soyuq və zirvələrdə dağ, tundra. CD istiqamətində görək nələr var idi yoldaşlar. CD istiqamətində var idi. Deməli, qışı mülayim keçən yarımsərə quru çöl. Sonra var idi yağıntıları bərabər paylanan mülayim isti. Sonra var idi qışı quraq keçən nə? Soyuq. Zirvələrdə dağ, tundra. İndi gəlin uyğunluğu müəyyən eləyək. Qışı mülayim keçən yarımsərə quru çöl, o CD istiqamətində var, düzdürmü? Bu getdi ikinciyə. Qışı quraq keçən mülayim isti, o AB istiqamətində var, o getdi birinciyə.
Dağ tundra ikisində də var. O ortaq cəhətdir 3. Yağıntıları bərabər polyan mülayimisi ikisində də var. Ortaq cəhətdir 3 4. Bütün fəsillərdə bol yağıntılı soyuq o AB istiqamətində var. Birincidə 2 5. Qışı quraq keçən soyuqda CD istiqamətində var 6. 2 5 1 6 3 4. Cavab nə variantı? B variantı. Tamamilə doğrudur. Neçənci sual oldu bu? 14. 15-ə baxırıq yoldaşlar. 15-də bizə deyir ki, fəal temperaturların illik miqdarına görə. Hə, sizə qurban. Tropiklər arasında illik temperatur göstəriciləri daha yüksək hesab olunur. Ona görə də 1-ə nə gedəcək yoldaşlar verilənlərdən? 3 ilə 4. Sonra 4000 ilə 8000 arası olacaq subtropiklər 1 ilə nə? 5 və sonuncu 1000 ilə 2000 arası 2 və nə? 6. Doğru cavab. Əlbəttə ki, nə oldu 15-də? C variantı. Tamamilə doğrudur. 16-ya baxırıq. İqlim şəraitinin kontinentallığın azalmasına görə şəhərlərin doğru alıcılığını müəyyən edin. Uşaqlar, okeanlara yaxınlaşdıqca kontinentallıq azalır, uzaqlaşdıqca artır. Deməli, biz burada mülayim enliklərin mərkəz bölgələrindən və ya subtropikin mərkəz bölgələrindən başlamalıyıq. Bura uyğun gəlir verilən şəhərlərdən diqqətlə baxdıqda birinci, hara? Urumçi, 4. Çünki Sintizyan Uyğurun mərkəzidir. Sonra hara gəlir? Subtropik kontinentala yaxın olan Bakı. Ondan sonra gəlir yoldaşlar Albaniya paytaxtı Tirana, Aralıq Dənizı və sonunda da Filippində Manila. 4 3 2 1 16-da doğru cavab nə variantı oldu? A variantı oldu. Müxtəlif iqlim qurşaqlarında yerləşən ölkələri müəyyən edin. Gözəl yoldaşlar 17-ci test tapşırığına baxdıqda Yunanistan sizlər bilirsiniz ki, yerləşir subtropik Aralıq Dənizi. Avstriya yerləşir mülayimin kontinental tipi. Bangladeş yerləşir yoldaşlar subekvatorial iqlim qurşağı. Elə cavabımız nə oldu? A. İqlim qurşaqları baxımından İsveç və Qazaxıstan bunlar yerləşir mülayimdə. İran əlbəttə ki tropik və subtropikdə. Bəli. İndoneziya ekvatorial, Finlandiya mülayim və subarktik, Kongo isə hardaydı ekvatorial. Ona görə də yanlışdır. Türkiyə, Çin subtropikdə var bunların ərazisi, Türkmənistanda da həmçinin. Ona görə getdi. Belə deyək, iqlim qurşağında yerləşən ölkə. Hə, Türkmənistan mülayimlərdə qismən daha çoxdur. Sonra ABŞ, Fransa və Yaponiyaya baxanda yoldaşlar burada ABŞ mülayimdə, Fransa mülayimdə, Yaponiya isə subtropik mülayimdədir. Ona görə də yanlışdır. Aydın oldu? Biz qeyd elədik. 17-nin doğru cavabı nə oldu? A variantı. 18-ə baxın. Belə sual düşə bilər. Gözəl yoldaşlar, burada əslində sual biraz da dəqiqləşdirilməlidir. Yazmalıydı ki, müxtəlif iqlim qurşaqlarında yerləşən ölkələri müəyyən edin. Bunu belə yazmalıydı. Düşə bilər. Çünki ölkələrin digər variantlarda eyni iqlim qurşağında olan ərazilər var. Başa düşdünüz? Eyni iqlim qurşağında olan nələr var? Hə, o ümumiyyətlə bilmək lazımdır. Ölkələrin yerini və iqlim qurşaqlarını bilmək lazımdır. 18. Yanlış sıraları müəyyən edin. Yanlış sıraları müəyyən edin. Fiziki rayon iqlim tipi tektonik zona. Zaqatala Alahızda. Böyük Qafqazın cənub yamacı. Bütün fəsillərdə bol rütubətli soyuq var və dağlıq ərazilərdir deyə Böyük Qafqaz tektonik qalxmasıdır ifadə doğrudur. Biz onu seçə bilmərik. Bizə yanlışlar lazımdır. Cünnüt Qapıcıqda yay quraq keçən soyuq var. Ora orta araz əyilməsi deyil. Ora Kiçik Qafqaz tektonik qalxmasıdır. Deməli bu yanlışdır. 2. Talışda yay quraq keçən mülayim isti var. Bura Kiçik Qafqaz tektonik qalxmasıdır. Bu ifadə doğrudur. Seçə bilmərik. Qanı Qayriçayda qışı mülayim keçən yarımsərə quru çöl yoxdur. Mülayim isti var. Deməli yanlışdır. Qobustanda qışı soyuq keçən yox. Qışı mülayim keçən yarımsərə quru çöldür. Ona görə də yoldaşlar bu da yanlış olduğu üçün cavabımız 2 4 5 variantımız nə oldu 18-də? D variantı. Müəllim 6-nı deyin. 6-da bəli. Kiçik Qafqazda qışı quraq keçən mülayim isti var və Kiçik Qafqaz qalxması bu ifadə doğrudur. Bu tipli sual qəbula da gələ bilər. 19. Yanlış bəndi müəyyən edin deyir. Deyir ki, Azərbaycanda iqlimin formalaşması Şimal Buzlu okeana təsir edir. Yoldaşlar, bəli. Arktik dəniz, Arktik kontinental. Subtropik iqlim qurşağı daxili rayonlarında yay isti quru, qış soyuq keçir. Bəli, doğrudur. Avrasiyanın şərqində musson iqlimi formalaşır. Bəli, doğrudur. Cənubi Amerikada mülayim iqlim qurşağında Sakit Okean sahilinə yağıntılar çox düşür. Bəli, çünki yoldaşlar bilirsiniz ki, qərb küləkləri təsir edir. Hansı küləklər? Qərb. Orada mülayim dəniz və mülayim kontinental var. Amma Y səhvdir. Niyə? Bütün iqlim qurşaqlarında qar örtüyü formalaşır ifadəsi doğru deyil. Aydın oldu yoldaşlar. Elə yerlər var ki, orada biz qeyd edirik ki, qar örtüyü mövcud deyil. Aydın oldu. Sonra 20-yə baxırıq. 20. Xəritə sıxımı əsasən buxarlanma və buxarlanma qabiliyyəti arasında fərqin az olduğu ərazilər və bunun nəyi? Səbəbi. Gözəl yoldaşlar. Buxarlanma və buxarlanma qabiliyyəti arasında fərq az olanda mən dedim ərazi necə ərazidir? Rütubətli. Biz yağıntının bol olduğu yerləri seçməliyik ya da yüksək dağlıqları seçməliyik. Yağıntı az düşsə də buxarlanma qabiliyyəti az olsun və ərazi rütubətli sayılsın. 2 ola bilməz.
Yarımsəhra quru çöldür. 1 ola bilər. Böyük Qafqazın dağlıq hissəsi. 6 ola bilər. Kiçik Qafqazın dağlıq hissəsi. Bir də 5 ola bilər. Cavab 1, 5, 6. Qalanları 3 və 4 ilə hər ikisi eynən 2 olda olduğu kimi yarımsəhra quru çöl iqlim tipidir deyə burada buxarlanma və buxarlanma qabiliyyəti arasındakı fərq çoxdur. Yəni ərazi quraqdır. 20-nin cavabı nə oldu yoldaşlar? 1, 5, 6. Yəni burada cavab orta illik yağıntıların çox olması. A variantı. Tapşırıq aydındanmı ya? Davam edirik 21-ə. 21-də bizə deyir ki, sxema əsasən ən böyük sutkalıq temperatur amplitudasında olduğu ərazidə uşaqlar ən böyük amplitud sutka ərzində temperaturun kəskin dəyişdiyi yeniliklərdir. Bu da tropiklərə daha çox da hara düşür? Aydın və bulutsuz səhra tiplərinə. Uyğun cavab olacaq tropik yeniliklərə yaxın 2 və bir də 5. Variantımız yoldaşlar nə bəndi? D bəndi. Bəli. 22-ci test tapşırığına baxırıq. Dəniz səviyyəsi bilirsiniz neçə metrdir? 0 metrdir. Havanın temperaturu nə qədər deyir? 25 Celsius olarsa, havanın temperaturunun doğru göstərildiyi məntəqələri müəyyən edin. Kəsimi isə 500. Uşaqlar, 500 metr özü 3 Celsius deməkdir. 1006-dırsa 503-dür. Hər 500 qalxanda temperatur 3 Celsius azalmalıdır. Mən baxıram ki, 2-də və 5-də hər ikisi 500 metr yuxarıdadır. Deməli, bunlar 3 Celsius az olmalıdır. Yəni 25 çıx 3 neçə elədir? 22. Bunlar da 22 Celsius olmalıdır. Yoldaşlar, 4-də 1000 metr qalxıb 6 Celsius az olmalıdır. Yəni neçə olmalıdır? 19 Celsius. Düzdür yoldaşlar? 3-də 1500 qalxıb. Deməli 9 Celsius az olmalıdır. Yəni nə qədər? 16 Celsius. Neçə Celsius? 16 Celsius. Və 3-ə baxın. 3 yoldaşlar 500, 1000, 1500, 2000 metr qalxıb. 12 Celsius az olmalıdır. Yəni neçə Celsius olmalıdır? 13 Celsius olmalıdır. Deməli bizə sualda deyir ki, doğru göstərildiyini tap. C variantı. 3-cü məntəqədə 13 Celsius. Tapşırıq aydındır gözəl yoldaşlar. 23-ə baxırıq. 30 Celsius temperaturda havanın nisbi rütubəti 30%-dən 50%-ə qalxıb. Deməli, əvvəl nə qədər artıb? 50 çıx 30. Neçə elədi? 20%. Sualda deyir ki, mütləq rütubətlik nə qədər artar? Sizə şərtdə onsuz hər şeyi yazıb. 1 metr kub havada maksimum neçə qram su buxar ola bilər? 30 qram. Yazırıq. 30 qram neçə faiz? 100%. Bizə lazımdır neçə faiz dəyişmə? X qram 20%. X 50 eləyəndə 30 vur 20 böl neçə? 100. Gözəl yoldaşlar, 30 20-yə vurub 100-ə böləndə cavab nə elədi? 6 qram. Doğru cavab nə elədi yoldaşlar? 6 qram. Qutardı getdi. 24. Doğru ifadələri müəyyən eləyək. Necə ifadələrdir? Doğru. Baxaq. İqlim qurşaqlarının formalaşması səth örtüyünün xüsusiyyətinə asılıdır. Bəli, döşəmə səthi. Günəş radiasiyası, coğrafi enlik və səth örtüyü iqlim əməliyyatı əsas amillərdən idi. Bir doğrudur. Okean cəryanları iqlim qurşaqlarının formalaşması təsirdir. Bəli, məsələn, tropiklərin şərqində rütubətli cəryanlar, rütubətli tropik, qərbində soyuq cəryanlar səhra tropiki yaradır. 1-2. 1-2-dən sonra 3-ə baxırıq. Avrasiyanın qərbində tropik siklonlar müşahidə olunur. Yoldaş, Avrasiyanın qərbi hissəsi subtropikdən başlayır. Burada tropik siklon ola bilmir. Şərqində olur, bəli. Okean səthi bir cinsli olduğundan iqlim qurşaqları okean üzərində bütöv zoolog əmələ gətirir. Bəli, hər yerdə sudur deyə orada tərəddüd yaradacaq heç bir şey yoxdur. Doğru cavab 1-2-4. 1-2-4. İndi müəllim 5 ilə 6 niyə səhvdir izah edirəm. Mülayim iqlim qurşağı daxilinin ən çox iqlim vilayəti şimali Amerikada formalaşır. Yoldaşlar, bu ifadə səhvdir. Avrasiyadadır. Mülayim dəniz, mülayim kontinentdə, kəskin kontinentdə musson. Yəni Şimali Amerikada mülayim musson mövcud deyil. Subekvatorial iqlim qurşağı daxilində bir neçə iqlim vilayəti formalaşır səhvdir. Subekvatorial ancaq bir iqlim vilayətidir. Yəni yayda isti və rütubətli, qışda isti və quru. Hər yerdə belədir. Doğru cavabımız oldu. 1, 2, 4. Tapşırıq aydındır. 25-ə baxırıq. Xəritə sxem üzərində sualda deyir ki, verilən əlamətlərə uyğun gələn əraziləri müəyyən edin. Respublikamızın 50%-dən çoxu. Bu ifadə varsa biz əzbər bilirik. Bura uyğun gəlir. Yarım səhra, quruçöl iqlim tipinə. Həm qışı mülayim keçən, həm qışı soyuq keçən. Qışı mülayim keçənlər uyğun gəlir 1-ə və 5-ə. Qışı soyuq keçən uyğun gəlir şərur 3-ə. Cavabımız 1, 3 və 5-dir. Qalan ifadələrin hamısı eynidir. Orta illik yağıntılar 200-400 mm-dir. Hətta daha az ola bilir. Yay ayları isti və quru keçir. Tapşırıq aydındır. Növbəti suala diqqət edirik yoldaşlar sizlərlə. 26. Bu da maraqlı test nümunəsidir. Niyə? Temperatur təxminən 22 və 18 Celsius arası tərəddüd edir. Yağıntıların illik miqdarı dekabr, yanvar, fevral ayları düşüb və bilirik ki, bu cənub yarımkürəsinin hansı iqlim qurşağıdır? Sub-ekvatorial. Düzdür yoldaşlar? İndi baxaq. Bizə sualda deyir ki, aid olduğu əraziyə aid əlamətləri müəyyən edin. Aid əlamətlər. Gəlin baxaq. İllik temperatur amplitudu 20 Celsius'dən çoxdur. Gözəl yoldaşlar, təbii ki, bu ifadə doğru deyil. Yayı isti və qurudur. Bəli. Yoldaşlar, iyun, yul, avqust cənubun nə idi?
Daha doğrusu qışıdır. Bəli. Dekabr, yanvar, fevral nə idi? Yay idi. Burada yay istidir, amma quru deyil. Deməli, bu ifadə nədir? Yanlışdır. Tropik işıqlanma qurşağına uyğun gəlir. Bəli, çünki subekvatorial tropik işıqlanma qurşağındadır. 3 doğrudur. 3'ü götürdük. 4'ə baxırıq. Yayda buxarlanma və buxarlanma qabiliyyəti fərq az olur. Bəli, dekabr, yanvar, fevral bunun yayıdır və rütubətlidir. 3-4 düzdür. 5'ə baxırıq. Passat küləklərinin təsiri bəli, tropiklər arası passatın təsiri 3-4-5. Dəmiyə ikincili yayılmış uşaqlar sırf dəmiyə deyil. Burada həm də nə var? Suvarma. Yayda dəmiyə, qışda suvarma. İldə neçə dəfə məhsul alır? 2 dəfə. Xəritə sxemasının uyğunluğu müəyyən edin. Quraq mövsüm. Qış ayları, yay ayları. Uşaqlar. Qış ayları quraq olur hara? Qış ayları quraq olur. Subekvatorial və musson rejimli ərazilər. İndi baxırıq. Subekvatorial cənubda hara düşdü? A'ya düşdü. Hə yoldaşlar. Və müvafiq olaraq bir də şimalda hara düşdü? C'yə düşdü. Müəllim D'ni niyə götürmədin? D ekvatorialdadır, il boyu bol suludur. Yəni rütubətlidir. Yay ayları quraq olan yerlər subtropik aralıq dəniz iqlim tipləridir yoldaşlar. Burada uyğun gəlir B ilə Y və salam. AC, B, Y. Keçdik. D niyə olmadı? Ekvatorialdadır. İl boyu bol suludur. İl boyu nədir? Bol suludur. Verilmiş iqlim diaqramları Avrasiya materikinin qərb və şərq hissələrinə aiddir. Bəli, doğudan da gəlin baxaq. Birinci diaqram təxminən 5-6 Selsidən müsbət 25-ə qədər qalxıb, qış ayları yağıntılı, yay ayları quraqdır. Şimal yarımkürəsində subtropik iqlim qurşağının aralıq dənizi iqlim tipidir. Hansı iqlim tipidir? Məşhur. Temperatur 0-3 Selsi ilə müsbət 15-20-25 arası yay yağıntılı, qış quraqdırsa bu şimalda subtropik qurşağın nə tipidir? Musson tipidir. İndi fərqə bax. Biri qışda, birinə bax yayında yağıntılıdır, yayda. Bu iqlim diaqramına aid olduğu məntəqələr eyni iqlim qurşağında yerləşsələr də, yəni subtropik, il ərzində temperatur və yağıntı paylanmasına görə bir-birinə fərqlənirlər. Diaqramların aid olduğu iqlim tipləri təsərrüfatın inkişafında mühüm rol oynayır. Yoldaşlar, gəlin birinci nəyə baxaq? Birinci və ikinci diaqramına aid olduğu iqlim tiplərini müəyyən edin. Birinci diaqram subtropik nə oldu? Subtropik, bəli, aralıq dəniz iqlim tipi. Bu birinci. İkinci nə oldu? Subtropik, bəli, musson tip. Düzdür yoldaşlar? Subtropik aralıq dəniz iqlim tipi, subtropik musson tipi. Mətnə əsasən cədvəli tamamlayın. İqlim diaqramına aid olduğu ərazilərdə yayılmış torpaq tipləri. Gözəldir. Subtropik aralıq dənizində nə olacaq? Qəhvəyi. Bəli, qəhvəyi qonur. Amma belə deyək də, müvafiq olaraq mussonda nə olacaq? Sarı və necə torpaqlar? Qırmızı, qara yox. Qırmızı, qara çöllərdə olur. Qırmızı torpaqlar. Sarı və necə torpaq? Qırmızı torpaq. İqlim diaqramına aid olduğu ərazi yayılmış təbii zonalar. Yoldaşlar, qəhvəyidə nə olacaq? Cod, yar, paqlı, meşə və kolluqlar. Bəs yoldaşlar, sarı və qırmızıda nə olacaq? Dəyişən, rütubətli meşələr. Dəyişən, rütubətli meşələrə nə deyirdilər? Musson meşələri. Nə meşələri? Musson meşələri. Yazsaz problem olmur. Birinci və ikinci aid olduğu ərazilərdə inkişaf etmiş bitkiçilik sahələrini müvafiq olaraq yazılır. Uşaqlar, birinci zonada biz əzbər bilirik ki, burada sitrus meyvəçiliyi, bəli, sitrus meyvəçiliyi, bundan əlavə üzümçülük və zeytunçuluq var. Üzüm var, bir dənə var yoldaşlar, zeytun var. Bəli, şərabçılıq qida sənayesinin tərkibisidir. Üzümdən istehsal olunur o. Səndən meyvəni soruşur, şərabı soruşmur. İstehsal demir ki. İkincidə isə gözəl yoldaşlar, musson tipində nələr var idi? Çəltikçilik var idi, ən əsas, çəltik. Sonra yenə eyni qaydada burada var. Sitrus meyvəçiliyi, ikisində də var. Sitrus və bir də son olaraq çayçılıq. Nə var yoldaşlar? Çayçılıq. Subtropik mussonda yoxdur. Subekvatorialdadır. Bu subtropik mussonda olmaz. Aydın oldu yoldaşlar. Belə.